Deyəsiz nə məsləhət görürsünüz? Mənə dedi. Deyim ki, həkimsizsiniz, mənim başım çıxmır. Həkim çəklənkarlığından. Bacarmırdıq, göndərirdim Bakıya da harasa. Hara lazım idi aparıyorduk da. Kürdəmirdə dekabr ayının 11-də əməliyyat olunan 22 yaşlı qadın 5 gün sonra xəstəxanada dünyasını dəyişib. Mediazın yerli bürosunun məlumatına görə hadisə Mərkəzi rayon xəstəxanasında qeydə alınıb. Belə ki, Kürdəmir rayon Qarasu kənd sakini 2003-cü il təvəllüdlü Nurməmmədova Məleykə Müsəllim qızı dekabr ayının 11-də qadın xəstəliyi ilə bağlı xəstəxanaya müraciət edib. Həkimlər ona əməliyyat olunmalı olduğunu bildiriblər. Dekabr ayının 12-sində isə qadın əməliyyat olunub. Əməliyyat uğurlu alınsa da, Məleykə Nurməmmədova dekabr ayının 16-sında saat 19 radələrində kəskin qan azlığından dünyasını dəyişib. Mərhumun yaxınları qadının ölüm səbəbinin həkim səhlənkarlığı ilə əlaqələndirirlər. Baş telefonu bırak. Oradan görsün. Şuna bakın. Kaldırın onun ayağı var orada ayağına. Ayağına kızaya koyun kızaya. Necə oldu hadisə? Necə baş verdi? 5 gün bundan qabaq yoxlanışa getmişdik. Fərid doktor var. Yoxlanış elədi, nə analizlər götürdülər, deyə əməliyyat olmalıdır. Deyəsiz nə məsləhət görürsünüz? Mənə dedi. Deyim ki, həkimsizsiniz, mənim başım çıxmır. Deyə onda analiz bir də verək, yaxşıysa vəziyyət əməliyyat eləyək. Analizlər götürdülər, əməliyyat elədilər 5 gün bundan qabaq. Əməliyyatdan yaxşı çıxdı. Dünənlərim deyirlər ki, qanı azdır, nə bilim. Dünən deyəndə ayın 15-də. 15-i. Dedim, qanı gətirin, mən pulun zadını verəcəm, nə lazımsa eləyəcəm. Gəldim bura. Hər şey yaxşıdır, yoldaşımla danışdım, nə lazımdır, ətraf danışdıq. Getdim evə. Axşam saat 3-də zəng edərlər ki, pisdir vəziyyət. Bu günlərimdə hadisə baş verdi. Dünyasını dəyişdi. Bəli. Nədən şübhə, nədən şikayətlənirsiniz? Həkim çəklənkarlığından. Bacarmırdıq, göndərirdim Bakıya da harasa. Hara lazım idi aparıyorduk da. Çox neçə ildir evlisiniz? 5 ildir. Neçə evladdır? 2 evladım var. İkisi də qız. Az yaşlı evladım var, ikisi də qızdır. Qeyd edək ki, dünyasını dəyişən qadın 5 ildir ki evlidir. Onun bu evlilikdən 2 az yaşlı qız övladı var. 11-12-ci ay 2025-ci il tarixində saat 15:15 radələrində 2003-cü il təvəllüdlü qadın vəziyyətinin pisləşməsi səbəbilə Kürdəmir rayon Mərkəzi xəstəxanasına müraciət edib. Müvafiq tibbi müayinələrdən sonra yumurtalığın kistası diaqnozu təyin olunub və pasiyentdə sağ yumurtalığın pazvar rezeksiya əməliyyatı icra edilib. Əməliyyat fəsadsız keçib və əməliyyatdan sonraki dövr stabil olub. 16-12-ci ay 2025-ci il saat 16:00 radələrində ani ürək dayanması baş vermiş və təcili reanimasiya tədbirlərinə başlanılıb. Lakin aparılan bütün reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq 16-12-ci ay 2025-ci il tarixində saat 19:00-da pasiyentin bioloji ölüm faktı qeydə alınıb. Hazırda faktla bağlı Kürdəmir rayon prokurorluğunda araşdırmalara başlanılıb. Araşdırmaların nəticəsi olaraq məsələyə hüquqi qiymət veriləcək. Nizami Rəsulov, Aqil Əsədov, xüsusi olaraq Denaz TV üçün.